Oyunun baş hakimi ve onun startını eşitlik. Neftçinin topa ilk dokunuşu. Emin Mahmudov geri oynuyor. Emin birbaşa kapıya ve hesap açılır. Emin Mahmudov düz ünvana gönderdi. Tovuzda hesap açılır. Karşılaşmanın 9. dəqiqəsinin tamamında. Neftçi 1, Turan Tovuz 0. Baxaq golun təkrarına. Emin Mahmudov hesab açır. Topu sanki iğne dəliyindən keçirdi. Düz 9'luğa gönderdi Emin. Turan Tovuz Neftçi görüşündə Neftçinin 1-0 hesablı üstünlüğü var. Cristian da Silva ötürme cərimə meydançasına. Burada Rıza yumruqluyur, qaydan top, zərbə Orxanda və hesab bərabərləşir. Yaxət kimi mərkəzə qaçır Eyyub İbrahimov. Təkrar izləyici, standart vəziyyətlər Turanın ifasında çox təhlükəlidir. Bu mövsüm dəfələrlə görmüşük dedim. Bəli o standart vəziyyətlərdən biri. Turan hesabı bərabərləşdirir. Təkrara baxaq. Cristian da Silva'nın ötürməsi. Rıza yumruqluyur. Qaydan topa Orxanın zərbəsi və Rəhim Sadıqov topa yol üstü toxunur. Orxan Əliyev. Və son toxunuş Rəhimdən. Hesab bərabərləşdi. Tovuzda, Tovuz şəhər stadionunda çox maraqlı oyun izləyirik. Turan Neftçi görüşündə. Hesab 1-1'di. Oyun yenidən. Topu səliqəsiz saxladı. Serrano. Faik göndərir cərimə meydançasına və burada Turan ikinci qola çox yaxın idi. Düzdür, mövsümdə 4 qolu var Orxanın, amma hər 4 qolu kəpəsi niyyətində vurub. Bu da epizodun təkrarı. Faik Açevin ötürməsindən sonra Orxan Əliyev. Sambo, Filip Ozobic'in hərəkət istiqamətinə, Ozobic çevirdi, Dembo Darbo və 2-1. Neftçi ikinci qolu vurur. Dembo Darbo bu dəqiqəyə qədər heç nəyə yadda qalmayıb demişdik, amma ilk fürsətində Dembo Darbo'nun 4-cü qoludur. Səbbayla oyunda dubl etmişdi, Şamaxı ilə maçda da fərqlənməyə müvəffəq olmuşdu Dembo Darbo. Mövsümdə 4-cü qolunu vurur Tovuzda. Burada Kaun Martins. Ona mani olmağa çalışırdı. Filip Ozobic'in ötürməsini xüsusilə mən burada vurğulamaq istərdim. Əla gördü Dembo Darbonu. Və Neftçi yenidən hesabda öndədir. Emin Mahmudovu üç bucaqdan çıxarda bilmədilər. Orxan Əliyev qapıya paralel ötürmə. Orxan, əl oynayır burada Orxan. Davamlı gətirə biləcəkmi? Və əl oyun deyir Rəşad Əhmədov. Tərkçilərə baxaq. Yerdə əlli oyuna görə, top əli ilə saxladığına görə qayda pozuntusunu qeydə aldı. Penalti gözlüyordu burada. Ötürmə cərimə meydançasına yeni uzaq güncə, zərbə və az qala duran hesabı bərabərləşdirəcəkdi. Ağrıdaş Salyanski, Neftçini əksüzünə aparır. Ağrıdaş qapını görür, zərbə Sergey Samok. Bu da təkrar Ağrıdaş Salyanskinin zərbəsi Sergey Samok. Və presin bəhrəsini verdi. Cristian da Silva və Rıza Cəfərov komandasını qoldan xilas edir. Azərlə İmanuel Hakman arasında birbaşa qapıya və son anda Rıza çox təhlükəli idi. Rəhim Sadıqovun zərbəsi, Rıza son anda topa toxunur, qola imkan vermiş. Bu hücumlar azar keçirir. Alejandro Serrano uzaq güncə çevirir burada Rıza. Topu tutur. Qurbanberdiyevin oyuna son müdaxilələri, bütün əvəz etmələrdən istifadə etdi Qurbanberdiyev. Rəhim Sadıqov zərbə top qapının üstündən keçir.
Turandan daha bir təhlükəli hücum. Əyləşmə bizsə təkrar izləyirik. Mendoza yenə tələsmiş. Rəşad Əhmədov saatına baxır. Oyunu bitirəcək Rəşad Əhmədov. Bunu dediyim anda penaltini səsləndirir. Tovuz şəhər stadionunda Turan Neftçi görüşündə birinci hissədə vurulan 3 gol əllədici oldu. Neftçi 2-1 hesablı qələbə qazandı.